Hak Səsi TV1 əməkdaşları, demək olar ki, Azərbaycanda dürüst fəaliyyət göstərən jurnalist yoldaşlar, bugün 22 iyul Milli Mətbuat Günü münasibətilə hər birinizi təbrik edirəm. Bu çətin vəziyyətdə ki, biz fəaliyyət göstərdik, nəyə görə deyirəm çətin vəziyyətdə, bu günlərim yazılı mətbuat demək olar ki, bastırılıbdır, yazılı mətbuat inkişaf eləmir. Çox güman ki, yəqin ki, yaxın vaxtlarda yəqin mətbuatımız yenə dirilər, hardasa dünya mətbuatına baxaraq yenidən fəaliyyətinə başlayar. İnşallah bu Milli Mətbuat Günü qeyd olunması üçün birinci dövlətimiz bu işlə yaxından məşğul olmalıydı. Mətbuat Günü ilə bağlı tədbirlər keçirilməliydi, əvvəllər necə keçirilirdi. Mən Elxan Müzəffəroğlu Məhrəmov 34 ildir mətbuatdayım. Çalışırıq. Həmişə devlətimizin, bayrağımızın uca olmasını istəmişəm. Ulu Öndər Heydər Əliyevin məqsəd yönlü siyasətini təbliğ eləmişəm. Bu günlərimdə bizə miras qoyub getdiyi dəyərli prezidentimiz Ali Başkomandan İlham Əliyevin məqsəd yönlü siyasətini təbliğ edirəm kollektivimizlə bərabər. Bizim Cənub zonasında da əməkdaşımız var, Əfsanə İbrahimova. Bakıda Ruslandır bizim əməkdaşımız. Operatorumuz İsa bəydir, çox sağ olsun, bizi efirə alır. Mavin Quliyev Süleyman'dır. Allah razı olsun bu yaşta. Bilirsiniz, bizim əsas məqsədimiz, yəni ümumiyyətcə mətbuatın əsas vəzifəsi nədir? İctimai fikir formalaşdırmaq. Bu günlərin bizim cəmiyyətdə belə anormallığın olması, təbəqələrə bölünmə, məmur, orta, aşağı var idi, indi də orta yoxdur. Var məmur, var qullar, aşağı təbəqə. Yəni bunu deməkdə məqsədim odur ki, bu günlərim əgər özünü ziyalı sayan dövlət işçiləri, Milli Məclis, Nazirlər Kabineti hansı ki milləti yıxıb sürüyor cərmələrlə, onlar özünü bu cəmiyyətin tərkib hissəsi hiss eləsəydi, bu günlərin biz də onları hiss eləyərdik ki, bəli, bunlar var. Mətbuatı demək olar ki, bu tarixini onlar da qeyd eləyərdi, tədbir keçirilərdi. Çox təəssüflər olsun, biz onları görmürük. Ulu Öndərə Allah rəhmət eləsin. Həmişə deyirdi ki, mətbuat cəmiyyətin güzgüsüdür. Mətbuat cəmiyyətsiz mətbuat demək olar ki, təsəvvür eləmək mümkündür. Əsas mətbuat rol oynayır. O vaxtı Ulu Öndər hakimiyyətə gələndə yenidən o Azərbaycanda Sürət Hüseynov və digər müxalif qüvvələr var idi ki, əqaşmaq istəyirdi, anarxiya yaratmışdılar. Ulu Öndər nə vasitəsilə xalqa müraciət elədi? Təbii ki, mətbuat vasitəsilə xalqa müraciət elədi. Və o gözəl bir devlətimizin təməlini qoydu. Yenidən Azərbaycan müstəqilliyi əldə elədi. Onun məqsəd yönlü siyasətinin davamçısı Cənab İlham Əliyev, Ali Başkomandan torpaqlarımızın qayıtmasında böyük rol oldu. Dəmir yumruğun qaldırdı, irəli komandasını verdi və bizim xalqımız varlığını bildirdi.
ATƏT-dir, MATƏT-dir, nə bilim, kimlərdirsə 34 illik onlar nəsə eləyə bilmədi. Amma 44 günə cənab prezidentimiz xalqına güvənərək şəhidlərimizin, qazilərimizin hesabına torpaqlarımızı azad etdi. Allah razı olsun. Bəs bu günlərim o azad Azərbaycanımız da niyə mətbuatı inkişaf eləmir? Nə dəyişibdir? Cənab Prezident indi tapşırır da, dili ilə deyir ki, bütün məmurlar qulağını açsın, eşitsin. İçin mən qarışıq bu vəzifədə. Ona görə ki, vətəndaşlarımıza xidmət edək. Nə gözəl, görürsünüz. Amma niyə məmurlar ona riayət eləmir? Niyə Nazirlər Kabineti gündə bir qərar çıxardır? Az qalır ki, nəfəsimizə də hava balonu qalır. Cərimə. Hansı cərimə iləndir bu? Hansı maaşlandır? Hansı deyək ki, pensiya puludur? Qazilərə verilən 80 manatdır. Minimum əmək haqqı 450 manatdır. Hansı bundan bu cərimələri biz ödəyəcəyik? Bu günləri mətbuat olaraq, mətbuat nümayəndəsi olaraq, Haqq Səsi TV1 rəsmi qəzet YouTube kanalı rəhbəri olaraq mən onu deyə bilərəm ki, bu milləti ələ salmayın. Yazılı mətbuat olmasa da bizlər varıq. Cənab Prezidentin ətrafındayıq. Cənab Prezidentin etimadını doğrulun. Ay, rayon və şəhər icra nümayəndələri, icra hakimiyyətləri, Cənab Prezidentin etimadını doğrulun. Vətəndaşlara xidmət edin. Bəsdir özünüzə xidmət elədiyiniz, ədalətsizlik elədiyiniz. Bugünkü mətbuat günündə mən bunları deyə bilərəm. Eyni zamanda da fürsətdən istifadə edib, onu da qeyd edə bilərəm ki, Allah şəhidlərimizin məkanını cənnət eləsin, qazilərimizə can sağlığı versin, qalan hissələrinə can sağlığı versin. Şəhid və qazi ailələrinə səbir versin, Allah xalqımızı qorusun. Elə başa düşürəm ki, gün gələcək, Cənab Prezidentin o dəmir yumruğu daxili siyasətdə də öz rolunu oynayacaq. Və bu vətəndaşları, bu xalqımızı incidən o məmurların hesabını verəcək, öz yerini göstərəcək. Hələ ki, onlar özünü azad hesab edir, bir-biri ilə cələhli, zincəvarı bir-birinə bağlıdır. Azad söz deyəni ağzını bağlamaq istəyirlər. Necə ki, mətbuatı bağladılar, qazıb bastırdılar, yazılı mətbuat yoxdur indi. Mən buradan, bugündən və məqamdan istifadə edərək Cənab Prezidentimizə müraciət edirəm ki, Cənab Prezident, Allah sizi və ailənizi, xalqımızı qorusun. Mətbuata təkan versəniz, siz verərsiniz. Mətbuatın inkişafına siz dəstək ala bilərsiniz. Çünki sizin tapşırığınız, sərəncamlarınız qanunvericilikdə öz yerini tapır, ən üstün yerdə. Ona görə də bizə dəstək olun. Bizim mətbuatın bu dərəcədə aşağılanmasına, hörmətsizlik eylənilməsinə imkan verməyin. Sağ olun. İnşallah bizim redaksiyanın müavini Süleyman Quliyev də öz fikrini deyə bilərdik qısa. Zəhmət olmuşsun Süleyman. Çox sağ olun, söz verdiyinizə görə minnətdarım. Mən Süleyman Quliyev, aynen bəri mən də vəzifələrdə işləmişəm. Amma axırı 4 ildir ki, Elxan müəllimə müavin vəzifəsini daşıyıram. Bugün də mətbuat günüdür, 22-si. Bütün mətbuat həmkarlarımın hamısını təbrik edirəm. Gözümüz aydın olsun. Mənə gəlir 151 il bununla qabaq görürdü işıq üzü bizim bu mətbuat. Axarlı olsun. Elxan müəllim dediyi kimi, mən də xahiş edərdim ki, millətimizi, cəmaatımızı, hamısını Cənab Prezidentimiz birazca gözləsə yaxşı olar. Cənab Prezidentdən xahişim olur. Çox sağ olun, minnətdaram, mən çox danışmağı sevmirəm. Allah
mətbuat günümüzü həmişə belə təmiz, müravan keçirsin. Çox sağ olun. Çox sağ olun. Anlayın. Değerli izleyicilerimiz, bizim genç kadrımız İsa müəllim də buradadır. Onu da təqdim edirəm. O da bir iki kəlmə üzrə sözünü desin. Allah gənclərimizi qorusun. Bu günlərin dövlət siyasətində də hər tərəfli dövlətimizin yanındadır. Bizim gənclərimiz istənilən sahədə fəallıq edirlər. Və bu günlərim yanımızda da Səməlimdir. Səməlim zəhmət olun, söz fikrinizdir. Mən də gənc kadr olaraq rəhbərimiz Elxan müəllimi təbrik edirəm. Reaksiyası daim uğurlu olsun, işğalarının olsun. Çox sağ olun. Təbrik edirəm.